Bizlər kimlə məsləhətləşək, məşvərət eləyək? İmam Sadiq əleyhissalam buyurur: İstəşiril aqilə minər ricalil vəri' fə innəhu la ya'muru illa bi xayr. Təqvalı müdriklərlə məsləhətləş ki, onlar səni yalnız yaxşı işlərə yönəltsinlər. Yəni onlar səni pis işlərə yönəltməyəcəklər. Yalnız yaxşı işlərə yönəldəcəklər. Həm təqva var, həm də müdriklik var onlarda. Nəzərə alın ki, bəzən məsləhət istəyənə elə böyük ziyan vurur ki, bəzi hallarda onu yoldan çıxardır. Quyudan çıxarıb başqa bir quyuya salır. Niyə? Bilmir, metodlarını bilmir. Necə olacağını bilmir. Başqa, yəni uyğun olmayan bir insandan məsləhət alır. Bu səbəbdən vəhy əhli belə səhvlərin baş verməməsi üçün məşvərətlə bağlı şərtləri qeyd etmişlər. Qeyd eləyirlər məsumlar. Vəhy əhli, yəni məsumlar. İmam Sadiq əleyhissalam başqa bir hədisdə buyurur: Şavir fi umurikə mimma yaqtaziddayn mən fihi xamsu xisal. O kəsdən məsləhət al ki, onda 5 xüsusiyyət var. 5 xüsusiyyət onda olsun. Aqlun, ağıl, hilmun, hilm, dözümlülük, və təcrübətun, təcrübəli olmalıdır, və nushun, nəsihət vermə potensialı olmalıdır, və təqva, təqva olmalıdır onda. Yəni bu 5 xüsusiyyət onda olsa, deməli sənə gözəl bir müdrikanə məsləhət verəcək.